Qənar xəttimizə işlə bağlı şikayət daxil olub. Belə ki, dəmir yollarına işə qəbul imtahanını uğurla başa vurduğunu deyən vətəndaş işə götürülmədiyini iddia edir. Vətəndaş bildirir ki, aidiyyatı qurum ona proseslə bağlı hər hansı məlumat vermir. İddialar nə dərəcədə əsaslıdır? Ümumiyyətlə, bu kimi hallarda vətəndaş nə etməlidir? İzləyək. Xaçmaz rayon sakini Nurlan Nəzərov deyir ki, artıq 3 ildir ardıcıl dəmir yollarında işə qəbul müsabiqələrində iştirak edir. O, imtahan mərhələlərindən uğurla keçsə də müsahibə mərhələsində verdiyi cavabların düzgün qiymətləndirilmədiyini iddia edir. Nəticədə son mərhələdən keçə bilmədiyi üçün işlə də təmin olunmur. 2024-cü ildə, 2025-ci ildə və 2026-cı ildə dəfələrlə müsahibələrdə iştirak etmişəm və dəfələrlə müsahibələr, imtahanlardan uğurlu keçsəm də məni işə qəbul etməyiblər. Mən hal-hazırda 10 ildir işsizəm, dəmir yolları üzrə bitirmişəm, maşinist köməkçisi. Mənim də məqsədim odur ki, Azərbaycan dəmir yollarında ya elektrovoz üzrə, ya elektrik qatarı üzrə və ya teplovoz üzrə maşinist köməkçisi işində işləyim. Elektrik qatarının maşinist köməkçisi vəzifəsi üzrə keçirilən müsahibələrdə iştirak edən Nurlan Nəzərov deyir ki, sonuncu dəfə bu ilin yanvarın 27-sində müsahibə mərhələsinə dəvət olunub. Mən onlara zəng eləmişdim ki, bu məsələyə əlaqədar nə üçün işə götürməliyik? Deyir, sualların müəyyən qədərinə cavab verir. Amma mən orada onların verdiyi suallara da cavab vermişdim. Ancaq hal-hazırda mən artıq 3-cü müsahibədir iştirak edirəm. Bəs bu kimi hallarla üzləşən vətəndaşlar nə etməlidir? Millət vəkili Razi Nurullayev hesab edir ki, işə qəbul prosedurlarında dəyişikliklərə ehtiyac var. Millət vəkili bu tip problemlərin səbəbini belə izah edir. Bugün onlarla insan mənə də müraciət edir ki, imtahan prosesində iştirak etdik, mərhələlərdən keçdik və bizə dedilər ki, gözləyin. Amma gözləntimiz aylar, illər çəkir və sonra da imtina edilir, ümumiyyətlə xəbər çıxmır. Prosedur qaydalar belədir ki, yəni o həmin yerlərə imtahan keçirilməlidir. Prosedurlar üzrə qaydalar təmin olunmalıdır, tənzimlənməlidir, işə götürülməlidirlər. Vətəndaşın müraciəti ilə bağlı Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinə müraciət etdik. Vətəndaş Nurlan Nəzərov da müxtəlif dövrlərdə maşinist köməkçisi vakansiyası üzrə elan edilmiş müsabiqələrdə iştirak edib seçim prosesinin test mərhələsində tələb olunan keçid balını toplayıb, lakin növbəti mərhələ olan namizədlərin qiymətləndirilməsində komissiya üzvləri müsahibə zamanı peşəkar bilik və bacarıqlarının qiymətləndirilmə nəticəsi qanuniedici olmayıb. Eyni zamanda bildirildi ki, vətəndaşa növbəti müraciətlərdə müsahibəyə daha yaxşı hazırlaşması üçün tövsiyə xarakterli materiallar təqdim olunub. O da əlavə edildi ki, namizədlərin həm peşəkar bilikləri, həm də fərdi keyfiyyətləri ciddi şəkildə yoxlanılır və yalnız bütün tələblərə cavab verən namizədlər işlə təmin olunur. Nurlan Şiraliyev, Elvin Muradov, ATV Xəbər.